söz insanın qərarını dəyişə bilər. Bir duyğu isə həyatını, insan da insanı dəyişə bilər. Maraqlı sözlərdir, elə deyilmi? Axşamınız xeyir olsun. Dünya televiziyasına baxırsınız. Bakı vaxtı ilə saat 16-dır. Məhz bu saatlarda Dünya televiziyasının efirində üz-üzə proqramı olur. Artıq başlamışıq. Qonağımız da studiyadadır. Böyük məmnuniyyətlə onu sizə təqdim edirəm. Bəli, bugün mən Məsum İbrahimovla canlı əfsanə ilə üz-üzə olacağım. Bizə baxın. Xoş gördük sizi. Xoş gördük Könül xanım. Necəsiz? Yaxşı, şükür. Sizi gördüm, çox şad oldum. Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul elədiniz. Çox sağ olun. Çox sevə-sevə, çünki mən sizin verilişinizi həmişə vaxtım olduqca izləyirəm və çox belə maraqlı qonaqlarınız olur, maraqlı söhbətləriniz olur. Və mən də fikirləşdim ki, bu bayram ərəfəsində niyə də olmasın, görüşək. Məsum müəllim, artıq biz söhbətimizə başlamışıq. Proqramımızın əvvəlində söylədim. Bir söz insanın qərarını dəyişir. Bir duyğu həyatını dəyişir. Elədir. İnsan necə? İnsanı dəyişə bilərmi, yoxsa yox? Siz o, həqiqətən də o gözəl fikirdir. Bəzən görürsünüz ki, insan bir qərar qəbul edəndə çox tərəddüd edir. Və yanındakı bir insanı, hər hansı və yaxud bir həmsöhbət olduğun zaman, hansısa bir söz eşitdiyin zaman, o söz sənin qərar verməyinə bir həlledici rol oynayır ki, o sözlə sən artıq qərar verirsən ki, fikrini artıq qətiləşdirirsən. Amma insanı təbii ki, dəyişmək, mən heç vaxt, ümumiyyətlə, mən düşünürəm ki, ağlım kəsəndən heç vaxt ətrafımdakı insanları dəyişməmişəm. O, uzaqlaşan insanlar olub, amma onlar özləri uzaqlaşır. Çünki onlar görürlər ki, yox, bunlarla düz gəlmir. Amma mən heç vaxtı ətrafımdakı seçdiyim insanların heç birinin yanılmamışam. Amma o təsadüf insanlar olub ki, o gəlib gedənlər olub belə. Amma seçdiyim insanlar bugün də mənim yanımdadır. Məsum müəllim, biz günümüzü, səhərimizi hansı musiqi ilə açsaq, həmin gün əhvalımız 100% gözəl olar. Doğrudur. Ümumiyyətcə, musiqi belədir ki, insanın ovqatına uyğun olaraq insan onu dinləyir. Bəzən görürsünüz ki, məsələn, ovqatın elədir ki, dinləyə bilmirsən belə təranələri, yəni belə daha oynaq, daha dinamik musiqiləri. Daha çox səni çəkir biraz qəmli musiqilərə. İnsan belə ovqatından asılıdır. Amma təbii ki, daha çox səhərlər, yuxudan oyanırsan, əlbəttə gözəl bir musiqi, gözəl ahəngli bir musiqi səni kökləyir. Görürsən ki, həmən günün olur, doğrudan da çox belə möhtəşəm olur, içində sevinç hissi olur və gördüyün o insanlara da o hissi sən ötürürsən. O müsbət enerjini o insanlara ötürə bilirsən. Siz səhərinizə hansı musiqi ilə açırsınız? Mən səhərimi öz ovqatımı özüm düzəldirəm mən. Çünki mən artıq peşəkaram. Biz artıq demək olar ki, bir yarım psixoloquq da. Çünki biz uşaqlarla, gənclərlə işləyirik, cəmiyyətdə insanların içindəyik və təbii ki, oyanıram. Çünki mən düşünürəm ki, mənim bu günümdən ovqatımdan çox şey asılıdır. Ona görə ki, mənim dərs prosesim var, çəkilişim var, tədbirim var. Ona görə mənim ovqatım əla olmaq, mən pozitiv olmalıyam ki, o insanlar məni görürlər, o uşaqlar, o gənclər. Onlarla necə salamlaşmalıyam, onların, necə deyim, onlara xoş əhval-ruhiyyə verməliyəm ki, onlardan da onu ala bilim. Tələbələrimdən, o gənclərdən, təbii ki, görüşdüyüm insanlardan. Ona görə çalışıram ki, əhvalım həmişə yüksək tutun. Və insan nə qədər özünə daxilən o yaxşı deyirsənsə, o yaxşı da olursan yəni. O proqramı artıq yükləyirsən özünə. O pozitiv enerji ilə də təbii ki, insanlarla görüşürsən və o enerjini insanlara ötürürsən. Məsum müəllim, olubmu ki, evdə özünüz üçün, ətrafınızda olan dostlarınız üçün, belə deyək, kiçik bir konsert təşkil eləmişsiniz, qonşularınız gəlib deyib ki, çox sağ olun, bu konserti biz dinlədik, buna görə sizə təşəkkür edirik. Yəni, bizim evimiz həyət evidir. Həyət evidir sizdə. Ailə tədbirlərimiz olur, bəzən görürsünüz ki, həmişə yox, amma ailə tədbirlərimiz bəzən olur ki, orada təbii ki, mənim qardaşım yolda, Rəşad da Tarçalanda Təyyar Bayramovla işləyir. Bəli. Və özümüz olur belə şeylər. Və evimizdə, öz ailəmiz üçün hərdən bir eləyirik. Və çünki o şikayət edən yox,
Bəzən görüşəndə görürəm ki, deyirəm ki, mənim qonşum öz qohumumdur yəni. Və onlar da təbii ki, onlar üçün də bayram olur ki. Çünki gözəl musiqini canlı birbaşa eşitmək, mikrofonsuz, flansız kimə xoş olmaz ki? Bəli, bəli. Tələbələrim gəlir məsəl üçün mənim, musiqiçi dostlarım gəlir məsələn bəzən. Çox tez-tez olmur əlbəttə ki, amma olanda da çox gözəl olur yəni. Biz musiqidən danışacağıq, amma öncə belə bir sual vermək istərdim. Sual verməyəcəm, fikrimi söyləyəcəm. Mən özüm surətpərəstəm. İstər xanım olsun, istər bəy olsun, onun üzünün cizgiləri, onun baxışları hər zaman mənim diqqətimi cəlb edib. Siz nurlu bir Azərbaycan bəyisiniz. Təşəkkür edirəm. Yəni, bilmirəm, bunu sizə deyiblər, yoxsa yox. Yəni, bilirsiniz, nə qədər insanın belə əhval-ruhiyyəsi pis də olsa, amma sizin simanıza baxanda, sizin o gözləriniz, o danışığınız, insanlara ötürdüyünüz o enerji ki var, o enerjidən qarşınızdakı insan qidalanır. Mən təşəkkür edirəm Könül xanım o gözəl sözlərinizi görə. Əlbəttə bu mən o sözü mən də sizin haqqınızda deyirəm və bilirsiniz bu xasiyyətdir insanda. Mən düşünürəm ki, insanın daxili necədirsə, o insanın simasına da yansıyır əlbəttə ki. Mən həmişə çalışıram ki, mən sülh sevər insanam. Çalışıram ki, həmişə insanlara təbəssüm bəxş edim, insanlara xoş əhval-ruhiyyə bəxş edim. İndi ona nə qədər mən nail oluramsa bilmirəm, amma onu mən süni eləmirəm də. Bu içimdən gəlir, onu eləyirəm. Yəni mən yalandan gülmürəm yəni. Bu mənim daxilim budur yəni. Hər zaman öz yerinizi bildiniz. Bəli, mən heç vaxt belə iddialı olmamışam. Yəni təbii ki, sənətdə iddialıyam. O mənada ki, çalışıram ki, məqsədim olub hər zaman ki, yaxşı bir sənətkar olum. Amma gedim orada oturum, gedim burada xeyr, heç vaxt nə heç kimin qapısını döyməmişəm mən özümə görə, heç vaxt. Amma tələbələrimə görə, dostlarıma görə, qohumlarıma görə təbii ki, onu eləyirsən də. Təbii ki, sən meydandasansa, sənə müraciət edirlər. O öz yerində. Amma özümə görə heç vaxt. Həmişə çalışmışam ki, öz yerimi bilim. Və həmişə tələbələrimə də deyirəm ki, imkanınızdan yuxarı danışmayın heç vaxt. İmkanınızdan aşağı danışın. Bəzən çox təəssüf ki, bəzi insanların çoxu, xeyli insanlar var ki, imkanından iddiası daha böyükdür, imkanı azdır. Onda gülünc görsənir, bilirsiniz, yaxşı görsənmir. Sizi sevirlər. Niyə sevirlər? Bu xarakterinizə görə sevirlər? Mən düşünürəm ki, yəqin ki, səmimiyyətimə görə. Mən çalışdığım qədər, yəni belə səmimi insanam, göründüyüm kimi insanam. Yəni. Mən nəyəmsə evdə də, efirdə də, küçədə də, məktəbdə də, hər yerdə eyni məsələ sifətim var. Normal bir adi insan həyatı yaşayıram. Yəni mənim o bəlkə tanınmağımı, mənim o şöhrətimin mənim insanlığıma heç bir aidiyyəti yoxdur. Çünki mən birinci növbədə insanam. Mən çalışıram ki, hər kəslə, hətta o səhər-səhər işə gedirəm də, o qapıdan gələndə birinci növbədə o xidmətçiləri görürük də. Bəli. Və birinci növbədə mən onların keyfini xəbər alıram, onlarla salamlaşıram, əhval-ruhiyyəsini soruşuram. Ondan sonra təbii ki, çünki mənim üçün bir insan var. Onun tutduğu vəzifə mənim üçün heç önəmli deyil. İnsan. Çox sizə yaxınlaşmaq çox rahatdır. Bəzən olur ki, dünən tanınırlar, artıq bugün can güdənlərlə gəzirlər. Amma mən sizi tanıyandan belə tanımadım. Və televiziya tamaşaçılarının da nəzərinə çatdırım ki, Məsum müəllimlə biz artıq neçə illərdir ki, biz bir-birimizi tanıyırıq. O illər. Dövlət televiziyasından belə. Hər zaman nə diqqətimi cəlb edib? Məsum müəllim çox rahat bir insandır. Yaxınlaşırlar. Tamaşaçıdır, pərəstiş elədiyi bir insanlardır ki, Məsum müəllimi pərəstiş eləyirlər. Yaxınlaşırlar yavaş-yavaş. Məsum müəllim, onlar sizinlə şəkil çəkdir. Əlbəttə, gəlin. Niyə narahat olursunuz? Siz onlarda, bilirsiniz, necə onlara güc verirsiniz. Onlar sizin yanınızda çox rahat olurlar. Könül xanım, siz bax, mən belə deyim də, həyatı dərk edən insan belə olmalıdır. Çünki bu dünya gəldi, gedər dünyada, fani dünyada hər kəsin bir bəlli ömrü var. İndi o nə yaşa baxmır, hər birimizin sonu təbii ki, orada üzü Allaha qovuşmaqdır. Amma kim nə qoyub gedir bu dünyadan? Onu dərk edən insan heç vaxt o cılız şeylərlə övünməz. Ki, bu mənimdir, o mənimdir söz deməz. Hər şey Allaha məxsusdur. Biz də sağlığımızda nəysə qoymalıyıq, düzdür? Bəli, o qoyduğu əməllərdir. Sadəcə olaraq onunla qoyduğu xeyirxah əməllərdir ki, o insanı yaşadır və onu rəhmət oxutdurur. İnsan sağlığında da rəhmət qazanmalıdır. Bəli, mütləq. Bax, belə bir şey deyim də,
o nə vəzifə ilə ümid yeri olmaq Allah hər kəsə qismət eləmir. O nə vəzifə ilə, nə mənsəbləndir. Allah onu hər kəsə qismət eləmir. Adam var, böyük vəzifəsi var, ətrafında heç kim yoxdur. O kölgəsi yoxdur da. Belə o barsız ağac deyirlər. Məsələn, söyüd ağacı deyirlər, məsələn, barsızdır. Amma o barlı ağaca doğru hamı istəyir ki, o barlı ağaca doğru getsin. Çünki və insanın ümid yeri olmaq, mən həmişə çalışmışam ki, nə imkanım varsa gənclərə, daha çox gənclərə kömək edim. Onların işə düzəlməsi, onların problemi, mən tələbələrimin hər problemi ilə maraqlanıram. Onlara mən təhsil dərsi keçmirəm. Onlara həyat dərsi keçirəm. Onlara həyatda necə olmağı öyrədirəm. Ki, yəni o zəhmətkeş olmağı öyrədirəm. İnsanlarla necə münasibət bəsləməyi öyrədirəm. Oturuş, duruş, geyim, hər şey. Biz bütövlükdə Azərbaycan ifaçısı yetişdiririk. Onun içində hər şey var. Bir Azərbaycan deyək ki, bir vətəndaşı. İndi isə qalib ölkənin vətəndaşıyıq artıq. Artıq cizgilər biraz da qabarıqlaşdırıldı. O da bilir Qarabağdansınız. Və biraz da əhval-ruhiyyəmiz indi daha gözəldir. Çünki artıq biz doğrudan da qalibik. Ali Baş Komandanımızı qorusun, müzəffər ordumuzu qorusun. Amin, amin. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə can sağlıq arzu edirəm. Bax, elə qarlı günlərdə biz Şuşaya getdik. O qala qapısının qarşısında biz Novruz çəkiliş edirdik. Bilirsiniz, onu biz illərlə gözləmişik. Baxmayaraq ki, dondurucu soyuq idi, amma biz heç gilə eləmirdik, amma sevinirdik. Çünki ora bizim vətənimizdir. Tonqalımız orada artıq alovlanır, bayrağımız orada dalğalanır. Ondan gözəl nə ola bilər? Həqiqətən, bu bir söz deyil, bilirsiniz. Çünki mən o torpaqlarda böyümüşəm də. Təsəvvür edin ki, 30 il biz ona həsrət qalmışıq və arzulamışıq ki, ilahi, görün bizə qismət olacaqmı? Gedib orada o tonqalın üstündən atlanmaq, orada mahnı oxumaq, orada muğam oxumaq, orada Leyli Məcnun oxumaq, o hamısı bizə qismət oldu. İlk dəfə gedəndə ağladınız? Deməli, 2021-ci il may ayında, birinci deməli, işğaldan sonra Xaraböbü festivalı. İşğaldan azad olunandan sonra? Bəli. 6 ay sonra biz ora Şuşaya, o Qırmızı Bazarın içi ilə, o Rus sülh məramlıların müşahifi ilə, baxmayaraq ki, bizə xoş deyildi, amma orayla getdik də. O qala qapısının qarşısından keçəndə, Könül xanım, mən o hissi bir Kəbədə keçirmişəm. Deməli, o qala qapısından böyük bir bayrağımız dalğalanırdı. Və onu biz gördük, hamımız ağladıq. Dedik, ilahi, biz hala gəlmişik. Bu doğrudan mı realdırmı? Artıq o bayrağımızı da görəndə biz dərk elədik ki, biz doğrudan da qalibik. Biz artıq Şuşadayıq. Biz o hissi bir də mən Kəbədə keçirmişəm və ilahi, sən məni hara gətirmişsən? Birbaşa o qibləyə, axı biz indi qibləni müəyyənləşdiririk ki, namaz qılsın da müsəlmanlar. Amma orada hər tərəf qiblədir. Ona görə də mən düşünürəm ki, biz xoşbəxtdik və yeri gəlmişkən artıq bu Novruz bayramları keçirdirik. 3 deməli çərşənbəni arxada qoymuşuq inşallah və mən bütün xalqımızı ürəkdən təbrik edirəm ki, bu bayramlar artıq bizdə bir başqa əhval-ruhiyyə, yəni bu tonqalları biz hər çərşənbədə həyətimizdə tonqal qalıyırıq. Mən nəvələrimi yığıram başıma, uşaqlarımı. Bu uşaqlıqdan özüm necə ki o eləmişik Ağdamda, bugün də onu burada evimizdə, həyətimizdə öz nəvələr, çünki istəyirəm ki, onlar o adət-ənənələri unutmasınlar. Bəli, Azərbaycanımıza bayram çox gözəl yaraşır. Məsud müəllim, biz Qarabağdan danışdıq. Siz söylədiniz, hər zaman biz də söyləyirik, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Siz də şəhid ailəsiniz. Bəli. Yəqin ki, ora gedərkən biz istər-istəmiz danışmasaq belə gözlərimizlə deyirik, çox sağ olun. Yəqin ki, o şəhidinizin adını da çəkdiniz. Çox sağ ol bağa. Həqiqətən doğrudan da çətindir. Bilsən, bir valideyn üçün bir gənc bir övlad demək çox çətindir. Biz min bir əziyyətlə övlad böyüdürük. Hər birimizdə, təbii ki, hər birimizin övladımız var. Mənim qardaşımın oğlu İsrafil İbrahimov o xüsusi təyinatlı idi. 30 gün döyüşdü. 30 gün. Demək olar ki, o bütün o şəhidlərimizin qanını aldı. 30-cu gün Laçın ərazisində, Səfiyən kəndində şəhidlik zirvəsinə ucaldı. Artıq müharibənin bitməsinə çox az qalırdı. Oktyabrın hardasa 26-sındaydı. Ondan biraz sonra müharibə bitdi. Biz Şuşanı da təbii ki, azad elədik. Və mən o hər dəfə Qarabağa gedəndə Könül xanım, inanırsınız o torpağın üstündə addımlayanda deyirəm, burada hər qarışında şəhid qanı var. Biz o torpağı elə belə almadıq. O şəhidlərin qanı ilə aldıq o torpağı. Biz onlara
bir ömür boşluğu yox. Hər kəsə həyat şirindir, hər kəsin canı şirindir. İndi biz təbii ki, deyirik sənə canım qurban, qurban olum sənə. Amma anı gələndə düşünürük. Çünki canımız şirindir axı. Yeganə vətəndir ki, insan of demədən, düşünmədən, təbii ki, onun doğmalarıdır, valideynləri, övladları uğrunda insan canını da qurban verər. Amma vətənimiz bizə hamısından üstündür. İnsan hər bir itki ilə razılaşır. Övlad etkisi ilə zaman keçir, razılaşırsan. Təbii ki, artıq öyrəşirsən. Valideyn etkisi, doğmaların etkisi, yeganə itki, torpaq etkisi. Onunla barışmırsan. İnsan barışmır. Bax, elə biz də barışmırıq. 30 il keçdi, çox dünya ölkələri ilə bildirər ki, biz artıq razılaşıb oturmuşuq. 30 il keçdi, oradan uşaq ikən çıxanlar, o bələkdə çıxan uşaqlar tankla, topla getdilər, torpağımızı azad elədilər. Və Azərbaycanın bütün bölgələrindən, mən heç kimi ayırmaram, Azərbaycanın cənubundan, şimalından, qərbindən, şərqindən, bütün bölgələrindən igidlərimizin qanı töküldü orada. Və ona görə də o torpaq bütün ölkəmiz üçün önəmlidir. Ora bizim üçün bir müqəddəs ziyarətgahdır bu günləri. Bəli, bəli. Ən müqəddəs ziyarətgah bugün Qarabağ. Bütün şəhidlərin qanı tökülüb, bütün bölgələrdə qanı tökülüb orada. Ona görə də o torpaq bizim üçün daha müqəddəs, o torpağı artıq biz 1050 qoruyuruq. Bugün necə ki, dəmir yumruq sayəsində azad eləmişik və əbədi də o torpaq bizimdir. Əbədi orada tonqallarımız yanacaq, bayrağımız dalğalanacaq. O torpağın qoxusu da fərqlidir. Tamam fərqlidir. Havası da fərqlidir. O torpaq bizdən küsmüşdür. Biz onu hiss elədik. Torpaq sanki şoranlaşmışdı, səhralaşmışdı. Çünki torpağa qulluq olunmadı. Bütün minalarla mina əkmişlər orada mənfur qonşularımız. Amma bugün artıq torpaq bizdən barışdı. Biz o torpağın könlünü aldıq, o şəhidlərimizlə aldıq. O torpağa getdik, sürətlə quruculuq işləri gedir. Köllü xanım, inanırsınız, hər ay gedirsən, hər ayda bir dəfə tamam fərqli mənzərə görürsən. Bəli. Yeni yollar çəkilir, sürətlə quruculuq işləri, deməli, evlər tikilir, kəndlər tikilir. Şəxsən özü Cənab Prezident nəzarət edir. Eşq olsun. Ağdamda bir möhtəşəm muğam mərkəzi tikilibdir ki, çox möhtəşəm. Və inanıram ki, orada böyük festivallar, müsabiqələr biz keçirəcəyik. Muğam, Qarabağ muğamın ocağıdır. Belə yeri gəlmişkən, 9-cu muğam televiziya müsabiqəsinə artıq start verilib. Bizim dövlət televiziyamızın efirində Heydər Əliyev Fondunun şəxsi Mehriban xanım artıq qərar verdi, start verilib Heydər Əliyev Fondu tərəfindən. Biz yeni müsabiqəyə başlayırıq, artıq elanına gedir. Mən buradan bütün sizin fürsətdən istifadə edib efirimizdən bütün gənclərə müraciət eləmək istəyirəm. 8 yaşından 30 yaşına qədər hər bir gənc, yeniyetmə bu müsabiqədə iştirak edə bilər. Xahiş edirəm, kim özünə güvənirsə, sənədlərini təqdim eləsin o bölgələrdə, bütün mədəniyyət şöbələrinə. Biz artıq aprel ayında bölgələrə çıxacağıq, seçimlər eləyəcəyik. May ayında isə artıq yeni muğam müsabiqəsini start verib, yeni səsləri kəşf eləyib, xalqımıza təqdim edəcəyik. Məsum müəllim, söylədiniz ki, biz bölgələrə gedəcəyik. İllər öncə Ulu Öndər məhz istedadların sorağında deyib sənətkarlarımızı bölgələrə göndərirdi və bugün həmin o seçilən insanlar var idi ki, indi xalq artistləridir, indi əməkdar artistlərdir, indi sözün demiş sənətkarlardır. Diqqət edin, tarix bir növ təkrarlanır. O yol gedir. Bu işin elə bünövrəsini Ulu Öndərimiz qoydu. Bəli. Həqiqətən o vaxtda biz bütün o gənc yeni ifaçılar seçirdilər Ulu Öndərin tapşırığı ilə. Nə qədər ifaçılar bizim sənətimizə gəldilər. Və mənim özüm də ilk dəfə Ulu Öndərimizlə görüşüm 94-cü ildə deməli oldu. Mən onda yeni məzununu oxuyurdum. Böyük Füzulinin 500 illik yubileyində keçirilirdi və bir çox ölkələrdə keçirildi və sonunda Heydər Əliyevin adını daşıyan bu böyük sarayda yekun tədbiri keçirildi. Və mən də orada məzunundan bir kompozisiya oxumuşdum bu geyimdə. Bilirsiniz ki, o hər dəfə səhnənin arxasına gəlirdi, sənətkarlarla salamlaşırdı, əhvalını soruşurdu, onlara xoş sözlər deyirdi, diqqət göstərirdi. Və o ənənəvi olaraq yenə də gəldi o səhnənin arxasına, hər kəslə salamlaşdı və o gözü mənə sataşdı və məni yanına çağırdı. Dedim, mən səni ilk dəfə də gördüm, çox xoşuma gəldi. Sən yeni məzunsan, dedim, bəli. Dedi, bəli, görkəmi də, səsi də, həm gəncliyi də əsl məzunundur. Və ondan biraz sonra mənə əməkdar artist Fəxradın verdi Ulu Öndərimiz. Sonra
2002-ci ildə mənə prezident mükafatı ulu öndərimiz verdi. Mən xoşbəxt insanam ki, o böyük dahi şəxsiyyətlə dəfələrlə təmasda olmuşam, xarici səfərdə olmuşam, onunla söhbət eləmişəm. Bilirsiniz, həqiqətən də biz xoşbəxt xalqıq ki, bizim ulu öndərimiz kimi böyük bir ümumi liderimiz var. Bəli, Və bugün də onun ənənələri davam eləyir, onun siyasəti davam eləyir. Cənab prezidentimiz məhz onun o nəsiyyəti, vəsiyyəti sayəsində o özü də qeyd elədi ki, bəli, ata vəsiyyətini yerinə yetirdim, Qarabağı azad elədim. Bilirsiniz, bu elə belə deyil. Qarabağdan səslər gəlmirdi 30 il idi. Torpaq səslər də işğal olmuşdu. Bəli, cənab prezident çıxışı zamanı söyləmişdi, mən ata vəsiyyətini həyata keçirdim. Bu, eyni zamanda bizim ailə dəyərlərimiz, yəni atanın sözü, atanın fikirləri, onun arzularının həyata keçirilməsi, mənim gördüyüm işlər, bunlar hamısı, bilirsiniz, bir dəyərdir, böyük bir dəyərdir. Azərbaycanın milli dəyəridir. Hər birimizin Könül xanım xatirindədir ki, ulu öndərimiz dövlət televiziyamızın efirindən o canlı yayımlarında məcburi köçkünlərlə bir görüş vardı bayram ərəfəsində. Bəli. Və orada bir qətiyyətli bir çıxış eləyir. Dedi ki, və hər kəs onu təbii ki, dəfələrlə izləyibdi. Biz mütləq Qarabağa dönəcəyik. Bir bayramımızı eləyəcəyik Şuşada, birin Laçında, birin Ağdamda, birin Kəlbəcərdə. Bəli. Mütləq və dedi qətiyyətlə mütləq gedəcəyik. O səs mütləq də getdik. Və o səs deməli Xarı Bülbül festivalında səsləndirildi. Mən ağladım. Hamımız kövrəldik ki, ilahi, bu insan nə qədər uzaq görən insandır. O gerçəkləşdi. Və o gerçəkləşdi və biz bugün artıq Qarabağın sahibiyik. Məsud müəllim, dəfələrlə biz bu səsi eşidirik, dəfələrlə video görüntünü izləyirik. İnanın mənə ki, hər dəfə bu səsi eşidəndə ağlayıram. Bəli. Çünki ulu öndərimiz həqiqətən də vətəninə, xalqına, ölkəsinə çox bağlı bir insan idi. Milli musiqisinə çox bağlı insan idi. Çox sevirdi milli musiqini, çox sevirdi muğamı. Biz bir dəfə onunla deməli İranda rəsmi səfərdə olanda biz o səfərimizin həyətində bir kiçik bir belə musiqi hissəsi vardı. Orada biz çıxış elədik. Deməli Zamiq Əliyev xalq artisti, Ədalət Vəzirov, Simara xanım, İmanova bir də mən. Orada biz 15 dəqiqəlik bir çıxış elədik və dedilər ki, bitdi də məsələ. Ulu öndərimizdən görüşü var. O görüşü təxirə saldı. Bizim o musiqimizi bir saat yarım uzatdı, canlı. Dedi, oxuyun Azərbaycanın muğamı burada səslənsin. Qarabağ şikəstəsi, muğamlar, duetlər, Leyli Məcnunlar. Bilirsiniz, bu elə belə deyildi. Tarixdir bunlar. Ulu öndərimizin bizim milli mədəniyyətimizə, bizim musiqimizə olan hörməti və məhəbbəti idi. Bəli. Azərbaycan musiqisi, Qarabağdan gələn səsimiz hara qədər gedib çıxır? Valla bu günləri bizim Qarabağımızın səsi bütün dünyaya gedib çıxır. Mən qrupumuzun adını da bilirsiniz də, mən Tarım Kamalcan, xalq artisti Elçin Əşmov, Elnur Əhmədovla birgə biz bütün dünyanı gəzmişik. Bu işğal ərəfəsində olduğuna görə 30 ildir. Biz buna Qarabağ adı qoymuşduq. Məhz biz 30 il Qarabağın... İşğal dövründə. Bəli. Biz 30 il Qarabağın səsi rolunu oynadıq. Qarabağın səsi olduq bütün dünyada. Hansı ölkə gedildiksə, bütün proqramlarda, bütün afişalarda o qeyd olunurdu ki, üçümüz də torpaqdan idik. Və qeyd olunurdu ki, bizim torpağımız işğal olunur. Amma biz bu günləri bir qalib kimi gedirik ora. Çıxış edir Qarabağın səsləri. Artıq biz Qarabağın, o necə deyim, ölkəmizin qalib sənətkarları, qalib ölkənin sənətkarları kimi gedib o ürəklə, başqa bir ab-ı hava ilə çıxış edirik biz orada. Çünki bizim qəlbimiz sevinir. Bizim ömrümüz uzanıb hər birimizin, torpağımız azad olubdur. Könül xanım, həqiqətən bu elə belə bir söz deyil. Sözün əsl mənasında bugün yenə tonqallarımız ölkəmizin hər bir bölgəsində alovlanır. Məhz xüsusi olaraq Qarabağımızda. Ümumiyyətlə, muğamdan əgər danışırıqsa, Qarabağımızdan danışırıqsa, belə bir sual vermək istərdim. Muğam dünya sənətidir. Bu günləri bəli, artıq dünya səviyyəsində olan bir sənətdir təbii ki. Şifahi, professional sənətdir muğam sənəti. Amma elə millətlər var ki, onların da özlərinə aid muğamları var. Şərq aləmində, şərq dövlətlərində var. Amma Azərbaycan qədər təkmilləşmiş, inkişaf eləmiş heç bir ölkədə yoxdur. Bilirsiniz niyə? Bizdə 3 pilləli tədris sistemi var. Uşaq musiqi məktəbi, musiqi kolleci və milli konservatoriya. Və hər bir uşaq professional səviyyədə yetişir ustadları tərəfindən. Və bu günləri bizim muğamımızı bütün dünya qəbul edir.
Yəni muğam eksotika deyil, muğam professional sənətdir, amma şifahi sənətdir. Ustaddan şagirdə. Bizim kalifelərimiz Cabbar, Seyid, Keçəçoğlu, Məhəbbəd, Xan Şuşinski bu günə qədər necə ki bu sənəti yaradıblar, biz də bugün Üzeyir bəydə bunun proqramını tərtib. Allah Üzeyir bəy rəhmət eləsin. Məhz Üzeyir bəy olmasaydı bizim musiqimiz çox bəsit olardı. Ümumiyyətlə muğamın neçə yaşı var? Muğamın yaşı yoxdur. Muğam ümumiyyətlə insanın yaranışına deməli təsadüf eləyir. Çünki bax Nizamın əsərində də muğam haqqında yazılır. Muğam Adəmlə Həvva yaranandan, insan yaranandan muğam olub. Təkmilləşə təbii ki, gəlib çıxıb bu günümüzə. Və mən bir şey deyim sizə, o Novruz bayramından danışdıq. Novruz bayramı Azərbaycanın bütün bölgələrində fərqli təbii ki formada, gözəl formada təbii ki qeyd olunurdu. Qarabağda da tam fərqli idi. Məsələn, mənim yadımda o Sovet vaxtı idi də. Baxmayaraq ki, çox şey bizdə qadağa olmuşdu, dinimizdə, Novruz bayramımızda. Amma insanlar onu əlbəttə keçirdirdilər, o ənənəni qoruyub saxlayırdılar. Çünki Qarabağ özü də bir xanlıq birisi oldu, xanlıq mərkəzi olubdur. Və Ağdamımızda bir ay qabaqdan o çərşənbələr ki başlayırdı. Biz ona xüsusi hazırlaşırdıq, biz ona uşaq idik. Deməli, o müxtəlif o parçalardan, daha çox keçədən məhfilə bağlayırdıq, neftin içində saxlayırdıq, fişənk kimi onu lopa düzəldirdik. Onu axşam bizim kəndimizin yanında çox məşhur bir Sultan təpəsi vardı. Çıxırdıq o təpənin üstünə, şər qarışanda. Onu fişən yatırdıq havaya. Kəndin hər tərəfindən görsənirdi, tonqallar qalayardıq, bir-birimizə papaq. O vaxt biz təbii ki bizdə papaq deyildi, nənələrimiz torba tikirdi. Onu uzun bir qarğının üstünə keçirdik, torba atardıq. Çünki papaq atmağı mən sonra Bakıya gələndən sonra o idman papaqları çıxandan sonra ondan sonra mən çünki heç vaxt mən papaq görməmişəm. Çünki heç vaxt papağı heç kim gedib atmırdı kimisə qapısına. Papaq biraz hörmətli oldu. Ona görə də ağzı büzməli bir torbalar tikirdi nənələrimiz. O torbaları atırdıq. Kimsə şal atırdı belə, qurşaq atırdı. O hətta Şəhriyarın da şeirlərində var bu. Və o təbii ki bir-birinin evinə qonaq gedirdik. Sonra valideynləri gedib məzarlığı ziyarət edirdilər. Evdə təmizlik işləri görürdülər. Uşaqlara yeni paltarlar alırdılar. Yəni hamı bir-birinə bayramlaşırdı. Demək olar ki, o bayram gələndə hər kəs, çünki əsas bizim milli bayramımız, hamı nəsə gözləyirdi. Milli bayramımız bu bayramdır. Bəli. Şükür ki, bax bu gün də biz onu bu günə kimi qoruyub saxlamışıq. Bu gün də dövlət səviyyəsində bu keçirilir. Televiziyalarımızda, xalqın arasında, evlərimizdə hər çərşənbə mən yenə də bu günləri çox gözəl qeyd edirəm. Həyətimizdə tonqalı mən yandırıram. Çünki nəvələrimə də bu onları öyrədirik ki, bunlar bu adətlər, ənənələr unudulmasınlar. Elə bu əziz günlərdə də istərdim bu fikri söyləyim ki, Tanrı evimizin, evlərimizin çırağını hər zaman yanıq etsin. Amin. İndi bizdə reklam olacaq. O qədər maraqlı danışırsınız ki, reklamın vaxtını belə unutdum. Gəlin reklam fasiləsinə ayrılaq, reklamlardan sonra söhbətimizi davam etdirərik. Hörmətli televiziya tamaşaçıları, Məsum İbrahimov bugün bizim studiyanın qonağıdır. Bizə baxın, reklamlarda indi. Məsum İbrahimov bugün bizimlə üz-üzə əyləşib söhbət edir. Dəyərli sənətkarımız, söhbətimizi davam etdiririk. Məsum müəllim, artıq proqramımızın ikinci hissəsinə keçid aldıq. Reklamlar bitdi, az vaxtımız qalıb. İstərdim bir neçə sualım var, onları da verim icazənizlə. Sizin ürəyinizin notu hansı notdur? O ovqatıma baxır. Mən ümumiyyətcə pozitiv insanam, ümumiyyətcə. Nikbir insanam. Həmişə özümü əhval-ruhiyyəmi həmişə qaldıran insanam. Yəni bu ağlım kəsəndən, belə deyim də, o böyük, özümdən yaşca daha çox böyük insandan oturtmuşam. Daha çox öyrənməyə çalışmışam. Bugün də o davam eləyir. Mənim dostlarım çoxu məndən yaşlı, böyükdür. O insanlardan mən çox şey öyrənmişəm, həmişə həyat dərsi öyrənmişəm və çalışıram ki, hər zaman o notu yüksək tutum. Həm səsimi, həm ovqatımı, çünki insanın ovqatı gözəl olanda ətrafa da o sirayət edir, yaxşı mənada sirayət edir. Çünki o keçicidir, insanın hissi keçicidir. Görürsün, məsələn, səhər qarşına elə bir insan çıxır ki, bir dənə belə negativ bir söz deyir, sənin bütün günün əhvalın kördür. Tam doğru, tam doğru söz. Amma görürsün ki, elə gülür da bu insan. Deyirsən, necə deyir, əla. O əla sözün özü, o sözü demək özü, doğrudan insana əla bir əhval-ruhiyyə gətirir.
Bəli, ruhunu daha da qarşıdakına da rahatlaşdırır. əhval-ruhiyyə gətirir. Bəli. Və mən həqiqətən o əhval-ruhiyyəni sizdə görürəm. Maşallah, hər zaman üz gülür, hər zaman gözəl incə yumor hissi yüksək, insanlara pozitiv enerji verir, həm efirdən, həm səhnə arxası, həm pərdə arxası, həm o kollektivi ilə, o kiçik kollektivi ilə mənə çox gözəl təsir edir. Mən çox sevindim, çox sevindim ki, müsbət enerji ötürürəm sizə. Həqiqətən, bu addım mən studiyaya atandan o enerjini mən sizdən aldım. Çox sağ olun. Və aldım, onda mən sizə həm tamaşaçılara, həm sizə təbii ki, ötürməyə çalışıram. Məsum müəllim, necə düşünürsünüz? Ruh var. 100%. Söyləyirlər ki, ruh musiqi ilə qidalanır. Doğrudanmı ruhun qidası musiqidir? Təbii ki, musiqi hər şeyin qidasıdır. Mən sizə deyim ki, insan özü musiqisiz, şəxsən mən özümü musiqisiz təsəvvür edə bilmirəm. Musiqi mənim həyat elə bir ki, addım-addım bərabər məndən yol yoldaşıdır. Hər zaman yatanda, duranda, musiqi 24 saat musiqi bizdən bərabərdir. İnsan doğulanda da, dünyasını dəyişəndə də hər zaman o musiqi ondandır. Sizin ruhunuz güclüdür? Mən düşünürəm ki, güclü olmasa mən bugün Məsum İbrahimov ola bilməzdim. Özünüzü güclü insan hesab edirsiniz? Hər zaman. Zəifin yanında olursunuz? Mən hər zaman. Mən sizə deyim ki, məsələn, mənim sakitliyim, məsələn, mən tərəzi böləcəyəm də, mən çox sakit təbiətliyim. Bəzi insanları mənim sakitliyim bəzən gözüm aldadır, çaşdırır. Əslində mən sakit olduğum qədər də güclü insanam. Çünki mən o özümdən tez çıxan, haylı, küylü, o belə fikir dəyişdirən insan deyiləm. Məsələn, mən bir qərarı qəbul edirəmsə, o qərarı ancaq düşünüb qəbul edirəm. Heç vaxt mən gözümü yumub qərar qəbul edirəm. Mən çünki tərəzi böləcəyəm. Amma qərarı qəbul elədimsə, mütləq o qərarı mən eləyəcəm. Heç kim məni yoluma döndürə bilməz, Allahdan başqa. Mən bir qərarı qəbul edimsə, bitdi. Sözlər insanın zəkasını göstərə bilir? Bəzən hə, bəzən yox. Bəzən insan sözlər, öz daxilini gizlətmək üçün sözlər işlədir. Bəs məqsəd nədir? Müxtəlif məqsədləri var. Amma məsələn, mən şəxsən özüm heç vaxtı nə real nədirsə, o sözü çalışıram, həmişə o sözü deyim. Və əməlimlə sözüm həmişə üst-üstə düşsün. Amma insan bəzən susur. Bəzən o yeri gəlir, bəzən insan hər zaman o danışmamalıdır. Susmaq özü də gözəldir. Susmaq özü də bir nəsə deməkdir. Susarkən danışırıq biz bəzən. Əlbəttə. Gözlərimizdən də danışırıq. Biz o susmuruq. Daxilən danışırsan. Mən misal üçün müğənni deyiləm. Yəni nə qədər o sahəyə yaxın olsam da, amma mən oxuya bilmirəm. Amma bəzən elə bilirəm ki, mən çox gözəl oxuyuram. Bu o deməkdir ki, ruhum oxuyur. Sizin ruhunuz oxuyur. O deməkdir ki, siz elə belə ucadan oxuyasınız. İnsanın önəmli olan ruhdur. O insanı idarə eləyən də ruhdur, Könül xanım. O ruhun necə sənə əhval verirsə, o cürdə yaşayırsan. Məsum İbrahimov insanın yanında qalardı, yoxsa yadında qalardı? Əslində, hər ikisi. Həm yanında, həm yadında. Bəs biz sizin yanınızda olacaq, yoxsa yadınızda olacaq? Mən düşünürəm ki, hər ikisi olacaq. Aha. Çünki siz həm yanımdasınız, həm yadımdasınız. Həqiqətən, insan var, o 100 dəfə görüşürsən, amma nə yadımda qalmır, nə yanımda qalmır. Gözünün qarşısında da, onunla deyil o, bilirsiniz. Mən bir şey deyim, bir insan ki, o insan xoşbəxt insandır ki, Allaha şükür eləməyə bacarır. O xasiyyətdir. Şükür eləməyə bacaran insan rahat yaşayır bu həyatda. İstəyir milyonu olsun, istəyir heç nə olmasın. Üzr istəyirəm, o bomujda yaşayır, heç kim ağzından ölmür. Tüfeyle həyat yaşayır. İnsan bir otaqda da xoşbəxt ola bilər, bir sarayda da bədbəxt ola bilər. İnsanın daxili huzuru yoxdursa, xoşbəxt olmayacaq. O yaşaya bilməyəcək. Çünki onun daxili rahat deyil. O hər zaman narahatdır. Çünki o nəsə istəyir hər zaman. Amma insan şükür eləməyə bacarırsa, o hətta çətin günlərdə belə Allahın verdiyi çətinliyə də şükür eləyir. Onun insan çox rahatdır. Biz insanlar hər zaman neyinsə axtarışındayıq, axtarırıq. Alimlər isə söylir ki, insan hər zaman nə qədər axtarışda da olsa, 3 əsas məsələ var ki, o onu hər zaman axtarıb tapmalıdır. Məsum İbrahimov necə düşünür? O söylənilən 3 şərt nədir? Hansı şərtlərdir? Əsas odur ki, həyatda özünü tapasan. Həyatdan nə istədiyini bilirsənsə, birinci növbədə, yəni sən kimsən, hara gedirsən,
yolunu müəyyənləşdirməlisən. Allah hər kəsə bir missiya verir. Bax, siz niyə gözəl aparıcısınız? Siz öz yerinizdəsiniz. Özünüzü tapmışsınız. Missiyanızı tapmışsınız. Məsələn, mən Allahdan özümə belə şanslı insan hesab edirəm ki, mənim missiyamı Allah verib. Yəni, mənə bir istedad verib, səs verib və mən gedib başqa bir ixtisas sahibi də ola bilərdim. Amma bəlkə də orada mən özümü tapa bilməzdim. Amma mən düşünürəm ki, mən yaxşı da həkim də ola bilərdim. Çünki mən öz xarakterimi bilirəm. Məsələn, mən hansı bir işə yol qoyuramsa, çalışıram ki, onu mükəmməl edeyim. Məsələn, o liderlik. Mən tələbələrimə deyirəm ki, ya birinci olun, ya da olmayın. Məqsəd bu olmalıdır. Amma o iddia yox ha. Onun arxasında böyük zəhmət durur. Boş-boş ki, hamı istəyir ki, birinci olsun. Amma zəhmət çəkirik, onun üçün çalışırmı? Dostlarını axtarma yox ha, özündə. Zəhmət və zəhmət. Səbir və iradə və yolundan çıxmamaq. Səbrin varsa çıxmayasan. Səbrin yoxsa çıxarsan yoldan. Alimlərin fikrincə, insanlarda intellekt, enerji və həqiqət olmalıdır. Əgər yoxdursa, mütləq onun axtarışına çıxmalıdır. Üçüncü olan yerdə ikincilərə və birincilərə daha rahat olur. Əsas üçüncüdür. O üçüncü də həqiqətdir. Həqiqət olan yerdə hər şey gözəldir. Çox düzdür. Bir həqiqətdir, bir də insan doğru insanların yanında olmalıdır. Bəzən görürsünüz ki, Allah gözəl bir istedad verir, gözəl bir bacarıq verir. Amma ətrafına baxırsan ki, heç düz yerdə deyil. O insanın axırı yaxşı olmur. Gözümüzün qabağında tanıdığımız yeni gəncləri var ki, bəli. Allah fitri istedadlar verib. Bəlkə o düzgün yerdə olsaydı, onun yanında bir ağıllı adamın yanında olsaydı, düzgün onu istiqamətləndirərdi. Ya gərək özünün iradəsi möhkəm olsun, ya da gərək yanındakı insanın, ağıllı insan olsun ki, onu yönətsin. Bunun ikisindən biri yoxdursa, o təbii ki, görürsünüz ki, bəzən yol nazır, çaşır, gedir başqa yollara. Mən sizlə tam razıyam. Məsələn, proqramımızın birinci hissəsində də siz söylədiniz ki, insan gərək öz yerində ola. Mən sizə sual verdim ki, siz öz yerinizdəsiniz. Bəli, mən söylədiniz, öz yerimdəyim. İnsan öz yerini tanımalıdır. İllər öncə, Allah ilə nərsi rəhmət eləsin, rəhmətli anam deyərdi ki, hansısa bir məkana daxil oldun, kiçik bir yerdə əyləş. Qoy səni dəvət eləsinlər yuxarı başa. Vay o hala ki, dəhşət olar, yerin bilməyə gedərsən başqa bir yerə, sonra oradan səni salarlar kiçik bir yerə. Ona görə insan öz yerini bilməlidir. Yoldur, yol gedirik, Məsum müəllim. Bilirik ki, bu yol düzdür. Gedirik və yol dayanır, tükənir. Nə edək? Özümüz orada yol açaq, yolumuzu davam edək, yoxsa getdiyimiz yolu qayıdaq. Təbii ki, ağıllı insan oradan özünə yol açacaq. Ağıllı insan özünə yol açıb, yeni bir cığır salacaq. Belə insanlar, liderlər belə olur da, o arxasınca da artıq bir cığır açır. İnsanlar, bizim bu kalifiyə sənətkarlarımız necə bəs oxuyublar. Biz onların bu günləri açdığı cığırla bugün biz gedirik. İndi bizim açdığımız cığırla, bizim arxamızda gələn gənclər gəlir. Ona görə də biz hər birimiz onlara düzgün yol göstərməliyik, bilirsiniz? Və ona görə də mən deyirəm ki, bu günləri həm bu muğam sənəti mənəviyyatdır, bilirsiniz? Tükənməyən milli mənəvi sərvətimizdir. Burada maddiyyat o qədər çox yoxdur. Burada mənəviyyat var. Məsələn, biz mənəviyyatca daha zənginik. Təbii ki, hər kəs, indi yenə deyirəm də, dolanır, əlbəttə öz yerində. Hər kəs insanın özündən, hər şey insanın özündən asılıdır. İnsan, əgər düz yoldadırsa, o görsənəcək. Mən həmişə tələbələrimə deyirəm ki, siz narahat olmayın, siz işinizi görün. Sizi dövlət də görür, xalq da görür. Kim nə iş görürsə, çünki bizim sənətimiz insanların gözünün qabağındadır. Kim nə iş görürsə, bizim həyatımız... Sizin özünüz elə baris bir nümunəsiz. Bizim həyatımız xalqın gözünün qarşısındadır. Bəli. Biz insanlar, ümumiyyətlə, insanlar nədən xəbərsizdirlər? İnsanlar bəzən elə bilirlər ki, o üz üstəndə heç kim bunu görmür. Bəzən təlaş keçirir. Deyirəm, sən narahat olma. Sən düz yerdəsənsə, sən düz əməl sahibisənsə, sən narahat olma. Sən yerini tutarsan, 100% tutarsan. Biraz ola bilər, biraz gec, biraz tez, o həyatdır da, ola bilər. Amma tutarsan, tələsmə və yolundan çıxma. Yolundan çıxan adam özünü itirir, artıq qalır qırıqda. Biz yoldan danışdıq, sənətimizdən danışdıq, muğamımızdan danışdıq, Məsum İbrahimovdan danışdıq,
xalqımızdan danışdıq, hər şeydən çalışdım. Bizə ayrılan efir vaxtında hansısa bir kənarda qalan mövzu olmasın ki, hansı ki sizin ətrafınızdadır. Bu qədər tələbələriniz var. Necə düşünürsünüz? O tələbələr sizi, Allah sizə ömür versin, sizi əvəz edəcək yoxsa yox? Biz əvəz deməzdim. Hər kəsin öz yeri olacaq. Mən heç kimi əvəz eləmir. Mən də heç kimi əvəz eləmirəm. Bilirsiniz? Məsələn, mən Mənsum İbrahimov kimi bir müddət bunu oxuyuram, mənim bir dövrüm var. Sonra məsələn deyək Təyyar Bayramov, sonra deyək ki, o birisi ifaçılar. Hər kəs özü olacaq. Hamısı, o demək deyil ki, amma bundan olmayacaq. Bizim xalqımızın potensialı o qədər böyükdür ki. Bax, hər dəfə deyirlər ki, bu muğam müsabiqəsindən sonra yəqin ki, elə səs gəlməz. Növbətçisi gəlir, ondan da gözəl gəlir. Növbətçisi gəlir, ondan da gözəl. Bilirsiniz, hər səs özlər fərqlidir. Heç bir səs biri o birisinə bənzəmir. Hər bir səs fərddir. Hər bir insan və hər bir ifadə bir-birinə bənzərdir. Ona görə mən düşünürəm ki, bizim hər zaman muğam sənətimiz yüksəkdə olacaq, yeni ifasılar gələcək bizim sənətimizə, yeni xanlar, cabbarlar, seyidlər, belə gəlib gedəcək. Bu insan dünyaya gəlir, hər şey eləyir, hər şey eləmək istəyir. Bir də görürsünüz ki, alınmır. Niyə alınmır? Bəzən də alınanda da çarəsizlikdən elə edir ki, yəni, alındı. Deyim də, bu insanlar bilsiz, səbirsiz insanlardır, tez yorulurlar, tez ruhdan düşürlər. Çünki yəni bizim sənətimiz elə sənətdir ki... Biz həyatdan küsməməliyik. Bəli, mən onu demək istəyirəm. Şükür eləməliyik və inadkar, dözümlü və zəhmətkeş olmalıyıq. Bunun sayəsində uğurun açarı budur. Səbir, şükür, səbir. Mən o fikirlə tam razıyam. O ki, ruhdan düşürük, özümüzə qapanırıq. Bu bir xəstəlikdir. Qapanmaq lazım deyil. Bəli. Çünki Tanrı bizə bu işıqlı dünyanı bir dəfə yaşamağa imkan verir. Bir hədiyyədir bizim üçün. Bəzən deyirlər ki, insan bir neçə dəfə həyata gəlir, dünyaya gəlir. Mən bilmirəm. Mən hələ ki bir həyatı yaşayıram. Bilmirəm, bəlkə əvvəllər yaşamışam. Onları görən adam olmuyor. Gedib qaydan olmuyor ki, soruşaq ki, gerək necə. Amma söyləyirlər. Belə söyləyirlər ki, insan həyata bir neçə dəfə gələ bilər. Bəzən biz elə bir şeylərlə üzləşirik ki, deyirik, bizi çox tanışdı, çox. Yəni, elə bil ki, bunu yaşadım mən. Bilmirəm bu nədir. Bunu yəqin ki, bu sahə ilə məşğul olan insanlar daha dəqiq söyləyərlər. Yəni, olur da həyatımızdakı, misal üçün, bugünkü görüşümüzü bilirdim bugün. Amma ola bilərdi ki, biz hansısa görüşü baxırıq, deyirik, elə bil bu görüş olub bizim həyatımızda. Təbii ki, onlar olur əlbəttə ki, insanda. O, insan yenə ruha gətirib bağlayır biz ona. Təbii ki, yenə deyirəm ki, o səbirli olmaq, dözümlü olmaq və zəhmətkeş olmaq. Və birinci yerində nəyə bacara bilmək, sənin qabiliyyətin nəyə çatırsa, imkanlar iddia məsələsi var da. İmkanla iddia üst-üstə düşəndə hər şey olur əla. Həyatda çarəsiz qalmamalıyıq. Deməyək ki, çarəm yoxdur. Çarə hər zaman var. Hər bir insanın həyatında sınaq da var, imtihan da var. Hər bir insan. Görsən, danışdırsan həyat hikayəsini, görsən ki, elə edə ki, sənin öz hekayen yadından çıxır. Bəli. Hər bir insanın həyatında sınaq var. Hər bir insanın, heç bir insanın həyatı elə bir hamar yol deyil. Hər birimizin həyatında itki də olub, sınaq da olubdur, imtihan da olubdur. Amma ondan necə çıxmaq lazımdır? Alnı açıq, dözümlü, şükür eləyərək. Çünki hər bir uğursuzluğun arxasında bir uğur dayanır. Xoşbəxtsiz. Bilirsiniz, xoşbəxt, məmnunam həyatımdan. Yəni, xoşbəxtlik nədir? Xoşbəxtlik insanın həyatında o anlardır da. Aha. Övladın olur xoşbəxt, o an xoşbəxt olursan, uşağın ad günü olur, nə bilim, həyatda bir ilk dəfə efirə çıxırsan, xoşbəxt olursan, səhnədə bir uğur qazanırsan. Yəni, bu xoşbəxtliklər nə demək? İnsanın bir anlardır. Əsas odur ki, insan yerində olan da o rahat yaşayır. Məsələn, insan ailəsi rahatsa, o evi, ailəsi, yaşadığı mühit rahatsa, o hüzur varsa, o rahatdır, o rahat yaşayır yəni. Əsas bu da hüzurdur da. Neçə yaşınız var? Mənim 65 yaşım olub ilə, mənim yubileyim olub. Allah sizin ömrünüzə ömür versin, bərəkət versin. Allah sizi Azərbaycan torpağımıza çox görməsin. Allah sizin səsinizi bundan da yüksək eləsin. Mən sizə təşəkkür Və edirəm. hər zaman bu səs Qarabağdan başlayıb, nə bilim, dünyanın hansı yerinəcə, bax, oralardan gəlsin və desinlər, Azərbaycan
Mənsum İbrahimov. Və biz də Azərbaycandan belə oturub, deyək ki, Amerikadan, nə bilim, Avropadan, hardansa fərqi yoxdur. Dünyanın dörd bucağından Mənsum İbrahimovun səsi gəlir, muğamımızın səsi gəlir, Qarabağımızın səsi gəlir. Artıq bizə ayrılan efir vaxtı da sona çatdı. Könül xanım, mən sizə təşəkkür edirəm. Siz başda olmaqla, sizin baş yaradıcı heyətinizə təşəkkür edirəm. Bu bayram ərəfəsində biz görüşdük. Hər kəsə can sağlığı arzulayıram. Əsas can sağlığıdır. İnsanın canı sağlam olanda onun əhvalı da yaxşı olur. Bəli. Hər kəsin canı sağlam olsun, bayramı mübarək olsun. Hər kəs öz doğmaları ilə, əzizləri ilə bu bayramı könül xoşluğu ilə qeyd eləsinlər. Və hər kəsə bir könül huzuru, daxili huzur arzu edirəm. Hər kəs ruhən huzur tapsın, rahat yaşasın. Çox sağ Bütün olun. xalqımızı ürəkdən təbrik edirəm və əmin-amanlıq arzulayıram. Bir daha torpağımızdan güllə səsi gəlməsin, muğam səsi, musiqi səsi gəlsin. Amin, amin. Təşəkkür edirəm. 50 ildən sonra Mənsum İbrahimov olacaq? Onu Allah bilir. Olacaq. Həmişə olacaq. Təşəkkür edirəm. Təşəkkür, mən təşəkkür edirəm. Hörmətli televiziya tamaşaçıları, qeyd etmək istərdim ki, bizə ayrılan efir vaxtı sona çatdı və Mənsum İbrahimovla biz bugün üz-üzə əyləşib söhbət elədik. Böyük sənətkarla mən öz növbəmdə sizə təşəkkür edirəm. Mən təşəkkür Və edirəm. artıq sağollaşmalıyıq icazənizlə. Bəli, Dünya Televiziyasının efirində üz-üzə proqramına baxdınız. Bakı vaxtı ilə saat 16:50 dəqiqədir. Bu saatda artıq biz sağollaşırıq. Nəzərinizə çatdırmaq istərdim ki, bugünkü efirimizin qonağı Azərbaycan Respublikasının xalq artisti, canlı əfsanəmiz, professor, Milli Konservatoriyanın Muğam Kafedrasının rəhbəri Mənsum müəllim İbrahimov idi. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.